vaxtınız xeyir olsun. Hər vaxt xeyir olsun izləyicilərimiz. Bu gün Masazırda gözəl bir yerdə yerləşən 3 mərtəbəli evimizi sizə çəkib təqdim edirəm. Gördüyünüz kimi asfalt yolun kənarındadır. 2 nömrəli məktəbin yaxınlığında yerləşir. Əsas prospektdən də 400 metr məsafəsi var. O gördüyünüz asfalt üstə 6 da obyektdir. Gördüyünüz kimi 6 obyekt 3 mərtəbəli evdir. Sot yarımın içində yerləşir. Bu da 2 nömrəyə gedən məktəbə yoludur. Daxil oluruq evimizin həyətinə. Vurğuluyum ki, paket qupçadır. Evin həyətinə girdikdə rahatlıqla belə geniş bir maşın girən həyəti, bir maşın, 2 maşının girən belə bir geniş həyəti var. Gördüyünüz kimi daxil oluruq evimizin içərisinə. Evimizin içərisinə daxil olduqda belə geniş, gördüyünüz kimi qonaq otağı da eləmək olar və ya belə boş belə geniş yerdir. Kombisi, bütün kommunalları, əşyalar hamısı, əşyalar da satılır, əşyalardan ancaq elektron sistem götürüləcək. Paltar yuyan, xaladenik belə şeylər götürüləcək. Bu obyektimizin içərisidir. Gördüyünüz gibi 1-ci mərtəbənin obyekti. Vurğuluyum ki, 3 mərtəbədən ibarətdir. Hər mərtəbəsi orta monolitdir. Hər mərtəbəsi orta monolitdən ibarətdir. Başında kəməri var. 3-cü mərtəbənin sanitar qoşağı, belə geniş dəhlizi. Sağ tərəfdə mətbəx yerləşir. Gördüyünüz geniş mətbəx. Bu isə qonaq otağımız. 2-ci mərtəbədə qonaq otağımız. Həmçinin televizor götürüləcək. Bu gördüyünüz divan, stoldur, hamısı qalacaqdır. Qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbəyə qalxdıqda eyni qaydada pilləkəni qalxdıqda sağ tərəfdən sanitar qoşağı gördüyünüz kimi. Bu isə 2-ci mərtəbənin, üzr istəyirəm, 3-cü mərtəbənin dəhlizidir. Dəhlizin sağ tərəfində yerləşir belə geniş yataq otağı. Baş tərəfində yerləşir eyvanın, eyvana çıxış. Sol tərəfdə isə yerləşir digər bir yataq otağı. Evimiz vurğuluyum 2 mərtəbə 5 otaqdan ibarətdir. Bu isə, üzr istəyirəm, 3 mərtəbə 5 otaqdan ibarət. Bu isə digər bir yataq otağı. Evimizin qiyməti sahibi tərəfindən 160 min manata deyilir. Sağ olun, var olun.